Az su içmek, birçok insanın gündelik hayatında fərqinə varmadan yol verdiği, lakin böyük sağlamlık problemlerine sebep olabilecek ciddi bir vərdişdir. Bəzən iş həyatı, bəzən isə sadəcə vərdiş çatışmazlığı bizi susuz qalmağa məcbur edir. Halbuki orqanizmin su balansı pozulduqda bədəndə dehidrasiya, qəbizlik, baş ağrısı, yorğunluq, hətta börək funksiyası pozulması kimi fəsadlar qaçınılmaz olur. Az su içmək bədənin ən əsas enerji mənbəyini tükədir və ümumi halsızlıq hissinə səbəb olur. Bədəndə toksin yığılması nəticəsində hüceyrələr lazımi funksiyaları yerinə yetirə bilmir. Az su içmək böyrək funksiyası pozulması və böyrək daşı riskini ciddi şəkildə artırır. Böyrəklər bədəndə yığılan zərərli maddələri süzmək üçün kifayət qədər mayeyə ehtiyac duyur. Su az olduqda bu maddələr yığılıb qalır və sidik yolları infeksiyası riski yaranır. Az su içmək nəticəsində dəridə quruluq, solğunluq və elastikliyin itməsi baş verir. Dəri bədənin ən böyük orqanıdır və su balansının qorunması üçün nəmli qalmalıdır. Az su içmək nəticəsində qəbizlik, şişkinlik, mədə ağrısı və qida həzmsizliyi kimi hallar meydana çıxır. Həzm prosesində su qidaların bağırsaqlarda rahat hərəkət etməsini təmin edir. Az su içmək qan təzyiqi problemi və ürək-damar xəstəlikləri riskini artırır. Qanın 90-92% sudan ibarətdir və su çatışmazlığı zamanı qanın axıcılığı azalır.